Hepinizi salamlayıram. Mən Sərə Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə OTK 19 aprel 11-ci siniflər üçün olan sınavın izahına baxacağıq. Düzdür, mənim imtahan üçün nəzərdə tutduğum bir çox sual növü burada istifadə edilib, amma yenə də çox diqqətli olun. İzahların içərisində sizə qızıldan da dəyərli ipuçları verəcəm. Maksimum diqqətli olmaq lazımdır. Keçək suallarımıza. Deməli, baxırıq ki, birinci suala. Birinci sualda bizdə birinci respublika ilə üçüncü respublikanın fərqini istəyir. Yəni, birinci respublikamız bizdə AXC-dir. Bunu mütləq şəkildə üzərində qeyd edirik ki, AXC. Üçüncü respublika isə hal-hazırda bizim yaşadığımız Azərbaycan Respublikasıdır. Üçüncü respublikamız budur. İkinci respublikamız hansıdır? Azərbaycan Sovet Sosialist Respublikası 1920-1991. Məsələn, yazıb ki, birinci respublikadan fərqli olaraq üçüncü respublika dövründə. Birinci mən nə edirəm? Testə baxıram, testdə öz uşaqlarıma da deyirəm, birinci skan eləmək lazımdır. Bütün variantları oxuyuram və dəqiq bildiyim şeylərlə yola çıxmağa çalışıram. Məsələn, birinci respublika Türkiyə Respublikasını görməyib. Yəni, AXC Türkiyə Respublikasını görməyib. Türkiyə Respublika olacaq 1923-də. Biz də 1920-də süqut eləmişik. Deməli, 2 mənim doğru cavablarımın içərisində olmalıdır. Mən digər versiyaları silirəm, 2 ilə olan cavabı saxlayıram. Sonra baxıram yazıb milli pul nişanlarının dövrəyə buraxılması. Bu AXC-də də var, bu Azərbaycan Respublikasında da var. Bir də oxşardır. Bir olan variantı da sildim. Yazdım bura oxşar. Sonra qalır mənim 2 dənə cavabım. 2, 3, 5 ya da 2, 4, 5. Artıq mən burada ya 3-ə baxacağam, ya da 4-ə baxacağam. 3-də nə deyir? Deyir ki, neftin dünya bazarına ixracını təmin etmək üçün Bakı-Batum neft kəmərinin bərpa edilməsi. Biz Azərbaycan Respublikasında müstəqillik dövründə Bakı-Batum neft kəməri deyə bir şey görmürük. Biz 3-cü Respublika dövründə 3 dənə əsas neft kəməri görürük. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan. Yəni bundan başqa Bakı-Batum deyə bir neft kəmərimiz yoxdur. Əlavə olaraq 4-ə də baxa bilərəm. AXC heç bir beynəlxalq təşkilata üzv olmuyor. Çünki həmin dövrdə dünyada bir dənə beynəlxalq təşkilat var idi. O da Millətlər Cəmiyyəti idi. Biz də Millətlər Cəmiyyətinə üzv olmamışıq. Çünki heç müstəqilliyimiz de jure formada tanınmamışdı. Ona görə 2, 4 və 5 bu olur mənim doğru cavab versiyam. Yəni C variantı. Azərbaycan Respublikası ilə AXC-nin oxşarlıqları, milli pul vahidinin dövrəyə buraxılmasıdır, nə bilim, qonşu dövlətlərlə əlaqə yaradılmasıdır, neftin ixracı ilə bağlı müqavilələr imzalanmasıdır, neft kəmərləri ilə bağlı proseslərdir. Amma konkret Bakı-Batum neft kəməri deyə bir şey yoxdur. Parlamentdə daha sonra oxşarlıqlar. Ona görə doğru cavabımız oldu C. Sonra gəldik növbəti sual. 32-ci sual. 32-ci sualda mən izahda da qeyd eləmişəm. Məsələ nədən ibarətdir? Biz Birinci Dünya Müharibəsi dövründə Şimali Azərbaycandan Cənubi Azərbaycanın 3 əsas oxşarlığını yadda saxlayırdıq. Bunlardan biri muxtariyyətdir, digəri soyqırımdır, digəri isə İngilis qoşunlarının ölkə ərazisinə daxil olmasıdır. Və baxıram ki, burada mənə 2 ilə 4-ü verib. Yəni muxtariyyətlə müsəlmanlara qarşı soyqırımı verib. Bu üç dənə zaten bildiyim bir şeydir. Digər bir məsələ isə, bax bu qızıl kimi bir sözdür. Bunu yadda saxlayın. Birinci Dünya Müharibəsi illərində, həm də İkinci Dünya Müharibəsi illərində Cənubi Azərbaycanda milli hökumət yaradılmayıb. Ya biri o dəqiqə görən kimi çıxmaq lazımdır. Biri konkret iştirak. Yerdə qalır 3 dənə əsas oxşarlığımız nə idi? Muxtariyyət idi, soyqırım idi və ingilislər idi. Baxıram, ingilis yoxdur, amma muxtariyyətlə soyqırım var. Bəli, C variantını götürəcəm. Doğru cavab olaraq olacaq 2 ilə 4. Gəldim növbəti sual. 33-cü sual. 33-cü sual Azərbaycanın 2-ci Respublikasına aiddir. 1920-1991. Böyük ehtimalla buradan da sizə sual gələcək. Azərbaycan 20-ci əsrin 20-40-cı illəri izahda da demişəm, diqqətli olmaq lazımdır. Baxıraq ki, burada bizə bir mətn verib, çox qəşəng. Və sonra mən sualın şərtinə baxmalıyam. Şərtdə mənə deyir ki, siyasi sahədə baş vermiş, siyasi sahədə. Siyasi sahə dedikdə idarə etmə ilə bağlı olan işlər nəzərdə tutulur. Müharibələrdir, sülhlərdir, qiyamlardır. Bunlar hər biri siyasi ilə bağlı olan məsələlərdir. Ona görə mən buranı yenə bir dənə ümumi gözdən keçirdirəm. Baxıram yazıb xüsusi sahibkarlığa son qoyuldu. Bu siyasi məsələ deyil, bu iqtisadi məsələdir. Ona görə avtomatik 2 getdi. Baxıram siyasi nə ola bilər? Yerdə qalanların hər biri siyasidir.
O zaman mənə lazımdır mətndə verilən 20-ci illərin ikinci yarısından söhbəti. Yəni 1925-dən sonra baş verən proseslər. Tək partiyalı sistem varmı? Bəli, biri götürəcəm. Tək partiyalı sistemimiz var. Ali hakimiyyət orqanı olan Sovetlər ləğv edilməyib. Xeyr, niyə ləğv edilsin? Azərbaycan Sovet Sosialist Respublikası deyirik. 1920-1991-ə qədər mövcuddur. Üçü çıxıram, biri götürəndən sonra birlə mənim tək cavabım qalır, zaten 1-lə 5. 4 nədir? Əks inqilabçılığa qarşı fövqəladə komissiya yaradıldı. Birincisi, bu 1920-lərdədir. Yəni 20-də, bizdə Sovet Sosialist Respublikası qurulanda. 20-ci illərin ikinci yarısına düşmür. Ona görə 4-ü də götürə bilmirəm. ZSFSR ləğv edildi. Bəli, ZSFSR 1936-cı ildə SSR-nin ikinci konstitusiyası ilə ləğv ediləcəklər. Bizim formal müstəqilliyimiz bərpa ediləcək və Azərbaycan SSR birbaşa SSR-nin tərkibinə daxil olmuş olacaq. Növbəti 34-cü sual. Deyir ki, həm Ərəb xilafəti, həm də Bizansla diplomatik əlaqələr yaratmış hökmdarlardan. Biz ümumiyyətlə baxaq görək ki, bu verilən hökmdarlardan hansılar həm Ərəbi, həm də Bizansı görür. Ərəb xilafəti yaranıb 7-ci əsrdə. Birinci buna baxaraq mən nə isə tapmağa çalışıram. Baxıram Muğan Xaqan, Lodvik, Cavanşir, Böyük Karl Attila. Muğan Xaqan Göytürklərdədir. Birinci Göytürk dövləti ərəbləri görməyib. Ludwig 5-ci, 6-cı əsrlərdə də ərəbi görməyib çıxdım. Attila 5-ci əsrdə də ərəbi görməyib çıxdım. Qaldı 3-lə 4. Cavanşir, bəli, 1-ci Bizansla 654-cü ildə, sonra da 667 və 70-ci illərdə ərəblərlə diplomatik əlaqə saxlayıb. Digəri isə Böyük Karldır. Biz Böyük Karlın dövründə belə bir məsələ qeyd edirik ki, həm Abbasilər xilafəti, həm də Bizansla diplomatik əlaqələr yaratdı. Olur, doğru cavabımız 3-lə 4. Davam edirik 5-ci sual. Çinin eradan əvvəl 1-ci əsr tarixinə aiddir. Ümumiyyətlə, biz qədim dövr Çinin görəndə əsas orada siyasi tarixdə, xarici siyasətdə Hunlarla mübarizə axtarırıq. İlk bunu axtarmalıyıq. Daxili siyasətdə olan məsələlərimizə də baxsaq nədir? Yazıb yeni sülalənin hakimiyyətə gəlməsi. Çində qədim dövrdə biz 2 dənə sülalə görürük və bu 2 sülalənin ikisi də 3-cü əsrdə gəlib hakimiyyətə. Eradan əvvəl 221-də Sin sülaləsi, eradan əvvəl 206-cı ildə də Xan sülaləsi. A variantın çıxdı. Heroqliflərin meydana gəlməsi, ümumiyyətlə dövlətlərdə yazı ilk dövlətlərin yaranması ilə eyni dövrə təsadüf edir. Qədim Çində yazı yaranacaq ilk dövlətlərin yaranması ilə, yəni eradan əvvəl 2-ci minilliyi ilə, erkən sivilizasiya ilə çıxdım. Konfutsi təliminin yayılmağa başlanması. Mən bunu 6-cı əsr götürə bilərəm, 5-ci əsr, 7-ci əsr heç bir fərqi yoxdur, C-də getdi. Amma Qərbi Hun dövlətinə son qoyulması. Bəli. Eradan əvvəl 58-ci ildə Böyük Hun dövləti 2 hissəyə parçalanır. Şərq Hunlarına və Qərb Hunlarına. Şərq Hunları ilə gedir 58-də parçalanan kimi Çinin hakimiyyətini qəbul edir. Çünki onlar zaten Çindən yaxınlaşmaq istəyirdilər. Amma Qərb Hunları Çinin rəhbərliyi ilə müəyyən bir müddət mübarizə aparır. Amma bu mübarizədə eradan əvvəl 36-cı ildə Çinin qələbəsi ilə başa çatır və Çin Qərbi Hun dövlətinin varlığına son qoyur. Qırmızıqaşlılar üsyanı bizi çaşdıra biləcək proseslərdən biri budur burada. Sadəcə olaraq bu bizim eranın 1-ci əsrində baş verib. Eradan əvvəl yox. Ona görə Y variantı çıxır. Növbəti gəldi 6-cı suala. 6-da 20-ci əsrin əvvəlləri Azərbaycan iqtisadiyyatı. Nə ola bilər burada? O dövrün yadımıza salırıq. Böhran var, neft sənayesi var, mis sənayesi var, digər ipəkdir, pambıqdır, balıqdır, belə-belə sənaye sahələrimiz var. Və bu sənaye sahələrinin içərisində neftdən başlasaq, neft çıxarılması daha çox xırda və orta müəssisələrin əlində cəmləşmişdi. Xeyr, çünki dediyimiz kimi böhran var. Və böhran vardı ya, xırda və orta müəssisələr iri müəssisələr tərəfindən udulub, bu da neft sənayesində inhisarlaşmaya, yəni təmərküzləşməyə səbəb olur. Bu o deməkdir ki, neftin çıxarılması daha çox iri müəssisələrin əlində cəmlənib. A-nı çıxdım. Muzlu əmək gördünüzsə avtomatik gedirsiniz 19-cu əsrə, bu 20-ci əsrin əvvəllərində deyil. Çıxırım. İlk neft kəməri işə düşdü. Çıxırıq 19-cu əsr, 1878.
Getdi. Neft mədənlərində buxar mühərrikləri tətbiq edilməyə başlandı. Xeyr, böhran var ya bu dövrdə neft sənayesində və biz qeyd edirik neftdə yeni texniki yeniliklər tətbiq edilmir. Misdə var, əlvan metallurgiyada var, amma neftdə yoxdur. Yeni çıxdım, yeni götürürəm, bəli. Çünki 20-ci əsrin əvvəllərində 3 dənə əsas sənaye sahəsi var. İpək, pambıq və balıq. Bunlarda əsas üstünlük milli kapitalın əlindədir. Neftlə əlvan metallurgiyada isə xarici kapital ağalıq edir. Oldu doğru cavabımız Y. Sonra gəldik növbəti 37-ci sual. Mədəniyyət sualıdır. Mədəniyyətə aid sual qeyd ediblər bizə burada ki, 19-un ikinci yarısında müəllimlər seminariyası bizim İrəvan şəhərində fəaliyyətə başlayıb 1881-ci ildə İrəvanda. Bu hətta mix sualıdır. Səhv eləmirəmsə 2024 olmalıdır ya da 2025 miqdə istifadə edilmiş sualdır. Doğru cavabımız 1881 İrəvandır. İrəvanı da xəritədə tapmaq üçün nə edirik? Bizim cənubda əsas ipucumuz Urmiya gölüdür. Şimalda da əsas ipucumuz Göyçə gölüdür. Göyçə gölünün solu İrəvandır. Bu Göyçə gölüdür. Solu 2 İrəvan oldu C variantı. Amma 20-ci əsrin əvvəllərində Azərbaycanda müəllimlər seminariyası 1900 yazaq da ilə bunu siz üçün bir kömək kimi burada yazım. Deməli 1881-də müəllimlər İrəvandadır. 1914-cü ildə Gəncədədir müəllimlər seminariyası. 1916-cı ildə isə Bakıda açılacaq. Üç dənə şəhərimizdə müəllimlər seminariyası. Daha sonra isə 1918-ci ildə biz AXC-də 2-ci Respublika dövründə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçdüyünü görürük. Bax bunlar, yadda saxlayın. Sonra gəldi 38. 4-cü əsr İngiltərə. Mən bu mövzuları izahda da belə demişəm. Həmişə öz uşaqlarıma da qeyd eləyəndə deyirəm ki, bu dövrləri əsas yadda saxlamaq üçün əsr-əsr yadda saxlayın. Məsələn, İngiltərənin 11-ci əsrində nə görürük, 12-də nə görürük, 13-də nə görürük, 14-də nə görürük. 14-də gördüyümüz xarici siyasətdə əsas məsələ Fransa ilə müharibədir. Daxili siyasətdə isə bir o Tayler üsyanıdır, bir də parlamentlə bağlı məsələdir. O da nədir parlamentlə bağlı olan məsələ? Parlament artıq qanunların da verilməsində iştirak hüququ qazanır 14-cü əsrdə. Doğru cavabımız budur. İndi baxaq görək digərləri niyə yanlışdır, onlar nə vaxt olmalıydılar? Vahid Kral Məhkəməsi. Bu adam 2-ci Henrixdir. 2-ci Henrix 12-ci əsrdə hakimiyyətdə olub. Onun islahatlarından biridir məhkəmə islahatı. Qanun çıxdı. Mütləq monarxiyanın yaranması prosesini biz 15-ci əsr Tudorlarla götürürük, beyni çıxdı. Kral vergiləri parlamentin razılığı ilə təyin etməyə başladı. Bu lap gedir çıxır İngiltərədə 17-ci əsrə, o burjua inqilabları ondan sonraki dövr. İngiltərədə ilk parlament 1265-ci ildə D variantı da getdi. Qaldı doğru cavabımız Y variantı. Növbəti 39. 44 günlük müharibə. Baxın, mən həmişə nəyə qeyd edirəm? Hər mövzuda biz öz işimizi asanlaşdırmaq üçün birinci mövzunun üzdə olan şeylərini öyrənməliyik. Məsələn, sadə bir nümunə çəkəcəm AXC-dən. AXC-ni öyrənəndə ilk 5-6 şey var ki, onları yadda saxlamalıyıq birinci. O mövzunun dərinliklərinə enməzdən öncə. Konstitusiyaları yoxdur, prezidentləri yoxdur, müəssislər məclisinə seçki keçirməyib, aqrar islahatı eləməyib, əlifba islahatı eləməyib. Bu 5 şey. Eyni şey vətən müharibəsinə də aid. Biz burada ilk öyrənirik. Anım günü nə vaxtı, zəfər günü nə vaxtı, hansı ərazilərimiz nə vaxt azad edilib, hansı ərazilərimiz isə bəyanatla azad edilib. Bizim bəyanatla azad edilən, üç tərəfli bəyanatla, yəni hərbi əməliyyat olmadan azad edilən 3 dənə rayonumuz var. Bu rayonlardan biri Ağdam, Kəlbəcər və Laçın. Bunu kağız sözü ilə yadda saxlayırdı. Kəlbəcər, Ağdam və Laçındır. Baxıram 44 günlük vətən müharibəsi yazıb, Laçın yazıb, həmən dəqiqə mən biri çıxır. Ki biz Laçını müharibə ilə almadıq. Getdim. Sonra baxın yazıb Ağdərə şəhərinin qanunsuz terrorçu qruplaşmalardan, terror. Deməli bu antiterrordur. Antiterror. 2023 antiterror. Bu getdi. Sonra Lələtəpə, Cocuq Mərcanlı, bunlar 2016 aprel döyüşlərinə aiddir.
Aprel. Çünki baxın 2016 aprel döyüşlərində də ilk yadda saxla. Hə 2016-da oldu, apreldə oldu Lələtəpə Cocuq Mərcanlı. Bu. Qalır 4, bəli, Daşaltı əməliyyatının uğurla həyata keçirmişik. Murovdağ zirvəsinə azad etməyə nail olmuşuq, bəli. Olacaq doğru cavabımız 4-dən 5. Yəni hər mövzudan birinci üzdə olan məsələləri yadda saxlamaq lazımdır. Növbəti sual. Komendant idarə üsulu dövründə Cənubi Qafqazda sosial-iqtisadi sahədə baş vermiş dəyişikliklər. Baxıram mənə verilənlərə birinci, hamısı sosial-iqtisadi sahədə olan məsələlərdir, 5 dənə. Deməli, ümumiyyətlə sualın şərtində mənə 2 dənə ipucu verib. Biri komendant idarə üsulu dövrüdür, biri də sosial-iqtisadi sahədir. Birinci mən sosial-iqtisadi ilə tapmağa çalışıram. Baxıram ki, tapa bilmirəm, çünki hamısı sosial-iqtisadidir. Deməli, ipucum bu deyil. İpucum komendant idarə üsulu dövrüdür. Komendant idarə üsulu dövrünü biz götürə bilərik maksimum 1840-a qədər, 10 aprel islahatına qədər, ondan sonra komendant yoxdur. Başlanğıcı isə biraz mübahisəli məsələdir. Yəni ilk Gəncə ilə də götürmək olur 1804-cü ildə. O olmasa belə, yəni ən son Türkmənçay müqaviləsi ilə belə götürə bilirik 1828-ci ildə. İndi baxaq görək bunlar nə ilə götürüblər onu. Yazıb daxili gömrük rüsumu tətbiq edilməyə başlandı. Xeyr, tətbiq edilmir. Daxili gömrük rüsumu ləğv edilir. 1836-da rəhdar ləğv edildi. Biri çıxdım. Sonra Xanabad manufakturası açıldı. Bəli, sosial-iqtisadi tədbirdə Xanabad manufakturası və açılıb 1827-də. Deməli, bunlar götürüblər 1804-cü ildən, elə Gəncə ilə, Yelizavetpolla. Avropadan gətirilən mallara yüksək gömrük haqqı, bəli, 1831-ci il yasaqlı tarif. 2 ilə 3 götürdüm. Doğru cavabım buradadır. Baxım görüm 4 ilə 5-də yanlış olan nədir? Kəndli qrupları ləğv edildi. 1846 6 dekabr reskripti. Kəndlilərə ümumi bir adla biz artıq mülkədar tabeliləri deməyə başladıq. Dövlət kəndlərinin köçmək hüququnun ləğvi isə 1853-cü ildə olduğu üçün 4-lə 5 bu hissəyə düşmür. Bir ümumiyyətlə yanlışdır. Qalır doğru cavabımız 2 ilə 3. Sonra gəldik 41-ci sual. Şirvanşahlar dövlətini verib və sülalələri verib. Məzyədilər və Kəsranilər. Məzyədilər ilk sülaləmizdir. Şirvanşahları yaradan sülalələrdir. Daha doğrusu sülalədir. 861-1027-ci ildə hakimiyyətdə olacaqlar. Kəsranilər isə 1027-dən Dərbəndilər gələnə qədər, yəni 1382-ci ilə qədər hakimiyyətdə olacaqlar. Bax, görək məziyyətlərin dövründə nə olub? Məziyyətlərin dövründə dəqiq bildiyim bir şey var ki, sacilər. Bəli, həmin dövrdə Şirvan yeni yarananda ondan bir müddət sonra da sacilər yaranırlar və məziyyətlər sacilərin hakimiyyətini qəbul edir. Bir də doğru cavabım A-dır. Bir də A-nı tapandan sonra birin üzərində dayanmayın. Tapdım mən bir də A-nı, 2 dənə çıxlaşma elədim. Avtomatik keçin 2-yə. Görüm 2-dən nə götürə bilərəm mən? Məsələn, mən 2-də A götürə bilmərəm. Zaten variantlarımda da yoxdur. Onsuz da A avtomatik şəkildə çıxır. Baxıram B ilə C-yə. Səlcuqlar varmı Kəsranilərin dövründə? İstisnasız. B-ni götürdüm. 11-ci əsrdə də zaten Səlcuqlar gəliblər, Fərəbürs asılı olub. Deməli, buradan A variantında getdi. Qaldım yenə 2 dənə variantın arasında. Cəlalilər dövlətinin hakimiyyətini qəbul edir. Ola bilər ki, yadıma düşmür də bu. Onda təzədən qayıdıram 1-ə. Baxıram ki, birdə ya A-dır, ya da A-la C-dir. B zaten çıxır ki, Atabəylər Kəsranilərdədir. C nədir? Şirvan hakimi Şəhriyar ərəblərin yürüşü zamanı onlarla müqavilə. Ərəblər nə vaxt yürüş elədilər ki bizə? 7-ci əsrdə. O vaxt Şirvanşahlar var idi? Yox. Deməli, birdə C heç bir zaman ola bilməz. B variantımızda qaldı. Daha doğrusu getdi, qaldı doğru cavabımız D variantı. Cəlalilərin hakimiyyətini qəbul etmək deməli doğruymuş. Yadıma salacağım. 1367-ci ildə Çavusevin Keykuba qəbul edibmi? Bəli. Sonra getdik növbəti. 42. Təhmasib. Bizim Təhmasib. Görək bunun cədvəldə adı verilən hökmdarla ümumi cəhətləri nə ola bilər? Nə ola bilər? Bunların ümumi cəhətləri. Məlikşah verib, Həsən Padşah verib. Birinci yenə baxıram ki, mən nələri götürə bilərəm və yaxud nələri çıxa bilərəm. Top yazıb Məlikşahın dövrünə. Ay balam, bu Səlcuq hökmdarı da 11-ci əsrdə hakimiyyətdə olub. O vaxt top nə gəzir? Topun nə işi var? Odlu silahın 11-ci əsrdə nə işi var? Bir də A-ları avtomatik çıxır. Sonra birdə dediyim kimi təzədən 1-lə davam eləmirəm. Çıxıb keçirəm 2-yə. 2-də Böyük Moğol yazıb, Osmanlı yazıb, Teymur yazıb. Tamam da
Həsən böyük Moğol görüb, Ağqoyunlu ümumiyyətlə böyük Moğol görüb. Yox. Təhmasib, Səfəvilər, Teymurilərlə dövlət olaraq mübarizə aparıb. Yox. B variantı, bəli, Osmanlı ilə mübarizə. Tamamilə doğrudur. Vəssalam, A variantı. Paytaxt dəyişdiribmi Məlikşah? Bəli, İsfahan. Təhmasib dəyişdiribmi? Bəli, Qəzvin. Tacirlərdən bəzi vergilər azad olunubmu? Bəli, Məlikşah verib, Təhmasib də tamğanı ləğv edib. Oldu doğru cavabım A variantı. Test işləmə bacarığı olmalıdır. Test işləmə bacarığı. Testi görən kimi birinci skan eləməliyik. Gözümüz bütün variantların üzərində oynamalıdır. Özümüzə bir yol tapmalıyıq, bir açar tapmalıyıq, söz tapmalıyıq. Məsələn, 43-cü sual. 43-cü sualda mənə nə deyir? Deyir ki, 13-cü əsr, 13-cü əsr. Mən buna baxmadan düşməyim ki, ay xəritədir, mən bu şəhərləri bilmirəm, ay aman nə olacaq? Yox, bir dəqiqə gözlə, sualın şərtində 13-cü əsr var, o sənə boş yerə verilməyib. Heç xəritəyə baxma, düş verilənlərə. Hamısını bir-bir oxuyuram. 13-cü əsrdə Şəddadi nə gəzir? Şəddadinin nə işi var 13-cü əsrdə? Düşürəm bütün variantlardan A-nı silirəm. Sildim, sildim. A bütün variantlardan getdi. Hanı doğru cavabımız? Bu qədər. Bu qədər, bu qədər sadə. İndi qaydaq normal versiyada izaha. Şəhərlərimiz hansıdır? Demişik, cənubda bizim əsas ipucumuz Urmiya gölüdür. Urmiya gölünün sağı yuxarısı Təbrizdir. Şimalda bizim əsas ipucumuz Göyçə gölüdür. Göyçə gölünün sağı Gəncədir. Solu hara idi? Bayaq izahda dedim. Yuxarıda 2 Dərbənddir. Nə ola bilər? 13-cü əsr. 13-cü əsr gördüksə ilk ağlımıza Monqollar gəlməlidir. Tutulması ilə işğal başa çatdı. Bəli, Dərbənd 1239. 1239 deyib 1380-lərdən nəsə yazmağa çalışıram. Yəni bu bilmirəm hansı leveldir. 1239. Sonra Şəhriyar nədir? Şəhər hakimi Şəmsəddin Tuğrayı xərac verərək dağıntılarla şəhəri qurudu. Tuğrayı Təbriz hakimidir. 2-də B. Usta Bəndərin Usta Bəndər. Gəncədə C də getdi bura. Cəfərilər listədir. Şüeybilər, Şeybanilər, Cəfərlər. Biz ümumiyyətlə Azərbaycanda Cəfəri deyə bir sülalə görməmişik. Biraz yeni sual yazmaq istəyiblər. Qəbul sualına oxşadıblar. Qəbulda da birinci imtahanda belə sual var idi. Orada onlar Cəfərlər yox, Cəlairilər yazmışdılar. İndi biraz dəyişiblər də temanı. Növbətim, gəldik nəyə? Birinci Pyotr. Xarici siyasət. Xarici siyasət. Xarici siyasət. İlk olaraq baxıram nəyə? Xarici siyasət. Bu budur. Birinci ipucum xarici siyasət. İkinci ipucum 17-ci əsrdə. Okeymi? Əla. Xarici siyasət deyən kimi tez skan eləyirəm. İkini çıxdım. Mütləq monarxiya, dövlətin daxilinə aid olan məsələdir. Xaricdə iki yoxdur. İkilər getdilər. Sonra gəlirəm artıq 17-ci əsrə. Çünki digər yerdə qalanlar hər biri xarici siyasətdir. Bəs 17-ci əsrdə nə olub? Krımın işğalı və Qara Dəniz söhbəti. Bu, xahiş edirik, Yekaterinaya aiddir. Pyotra belə şeyləri yazmayaq. İkinci Yekaterinanın dövründədir bu proseslər. Yəni 18-ci əsrdədir bu proseslər. 18-ci əsr 3 ilə 5-i çıxıram. Getdi, qaldım 2 dənə variant arasında. Yalnız 4, bir də 1 ilə 4. Və mən dönə-dönə dərsdə qeyd eləmişəm. Öz uşaqlarım üçün deyirəm, baxacaqlar bura. İzahda da demişəm. Tam il əsrin özüdür. Tam il əsrin özüdür. Yəni 1700-cü il bərabərdir 17-ci əsrə. Deməli, Azov qalası zaten bilirik 17-nin sonundadır, böyük elçilikləndir. Qalırsan ki, mən burada yalnız 4-ü götürüm, 1-4-ü götürüm. İsveçə qarşı Avropa dövlətlərinin ittifaqı, bəli, qalacaq. Doğru cavabımız 1-lə 4. Sonra gəldik növbəti 45-dən. Siz imtahanda sizə xəritəni belə rəngli verməyəcəklər. Bunlar rəngli götürüb veriblər. Bu biraz insanın başını qarışdırır, amma heç bir narahatçılığa əsas yoxdur. Yenə xəritədə biz nəyə baxırıq? Həmin şəhərlərdir, həmin göllərdir. Göllərimiz hansıdır? Urmiya gölü. Urmiya gölünün sağ yuxarısı haradır? Təbriz. Deməli, bir haradır? Təbrizdir. Şimalda Göyçə gölü. Göyçə gölünün sağı haradır? Gəncə. Göyçə gölünün solu haradır? İrəvan. Hazırdırmı xəritəmiz? Hazırdır. Mən gedirəm tapmağa. 1 Təbriz, 2 Gəncə, 3 İrəvan. Bunları tapdım. Söhbət gedir 2-ci Rus-Qacar müharibəsi dövründən.
Verilənləri bütün yenə skan eləyirəm, skan eləyirəm. Müvəqqəti idarə gördüm. İkinci Rus Qacarda müvəqqəti idarə harda yaradılıb? Təbrizdə. Deməli, mənim doğru cavabımda bir də A olmalıdır. Bir də A olan variantlarım hardadır? Vəssalam, buradadır. İndi qalıram bunların içərisində. Mən nəyi götürüm, nəyi götürməyim? Baxıram ki, birdə A, ikidə C-dir, bu tərəfdə də D ilə C. Yəni ki, çox oxşar bir şeydir. Amma diqqətli olmalı olduğumuz məsələ nədən ibarətdir? Mən ikiyə C mi götürüm, D mi götürüm? C-də nə yazıb? Əhalisi üsyan edərək şəhəri ruslardan azad etdi. Xatırlayıram, ruslar birinci Rus-Qacar müharibəsi dövründə İrəvanı tuta bilmişdi. Yox, tuta bilməyiblərsə mən necə üsyan qaldırıb ruslardan azad edə bilərəm? Deməli, bu hara gedəcək? Gəncəyə gedəcək. Deməli, mən C-ni ikiyə yazmalıyam. Bayram da ki, daha İrəvan üçündür. Da adamlar o qədər əlləşdilər, vuruşdular. Ən sonda İrəvanı aldılar. Neçə ildən sonra? 23 ildən sonra bayramlarını da eləyəcəklər. Hətta Paskeviçə də Erivanski rütbəsi veriləcək. 1A, 2C, 3-də isə D variantıdır. Getdik nəyə? 46. Alparslan. Səlcuqların Azərbaycana yürüşünün nəticəsi. Baxaq, birinci söhbət nədən gedir? Azərbaycandan gedir də, düzdür? Azərbaycan, söhbət Azərbaycandan gedir. Birinci bunun altından xətt çəkirəm. Sonra yadıma salıram, Alparslan. Biz Səlcuq dövlətinin hökmdarlarını, bu arada öz uşaqlarımızdan təzə təkrar eləmişik oranı, Toğrul, Alparslan və Məlikşah. Hər birinin dövründə nələr baş verib, mən dəqiq onları yadda saxlayırıq. Alparslan neynədir? 1065 Rəvvadi, 1066 Səlcuq, Şirvan. Tez onları axtarırıq. Bəli, Şirvan, bir də Rəvvadi. 2 ilə 5. Bəli, B variantını götürdüm. Məsələn, mən niyə Azərbaycanı dönə-dönə vurğuladım? Tiflis müsəlman əmirliyi Azərbaycana aid deyil. Tiflis müsəlman əmirliyi çıxdı. Seyni çıxdı. Bir olanları daha doğrusu. Sonra Didqori döyüşü, Alparslan Didqori döyüşün görülüyü. Şəddadilərlə sazişi imzalayan Toğruldu, Alparslan deyil. 2 ilə 5. Yenə nəyə qayıdırıq? Yəni hər şeyi yadda saxlayıb öyrənməzdən öncə ən əsas, dəqiq, önəmli şeylər. Çünki digərləri onun ətrafında fırlanacaq. Sən dəqiq şeyləri bilməklə digərlərin çıxış edib tapa biləcəksən. Ərəb xilafəti, Əməvilər, gözəl sual. Nə olar ki? Sasanilərin süqutu düşmür də, düşmür. Sasanilərin süqutu 651-dir. Bunu eləyən xəlifələr. Bağdad şəhəri, heç Əməvlərin dövründə Bağdad şəhəri var idi. Bağdada Abbasilər salıblar da, düşmür. Getdi, 1055, 11-ci əsr, Abbasilərin dövründədir. 1 ilə 3 olan variantları çıxdı. Qalsın 2, 4, 5. İspaniyanı tutdular, Mehranilərə son qoydular, Mərkəzi Asiyada da Əbu Müslümin üsyanı başladı. İndi Əməvilər 661, bir dənə də təkrar eləyək sizlə, 750. İspaniya 711, Mehranilərin süqutu 705, Əbu Müslüm üsyanı da 706. Elə bu üsyan nəticəsində də Əməvilər hakimiyyətdən gedəcəklər. Növbəti, gözəl suallardan biri. Nə deyir? Yazıb ki, qədim Romanın İmperiya dövrünün xarici siyasəti. Deməli, mənim sualımın şərtində ipucum imperiya dövrüdür. İlk budur. İkincisi isə xarici siyasətdir. Deməli, mən nəyə baxıram? Birinci, imperiya dövrünə, Atropatena ilə münasibət, Albaniya ilə münasibət. 2 dənə döyüş görürəm. Fraspa və Karra. Çıxdım. Niyə? Çünki Fraspa da Respublika dövründədir, Karra da Respublika dövründədir. A və C olan variantlarım getdi. Düzdürmü? Sonra keçirəm 2-yə, Albaniyaya. Pompey görürəm burada. Pompey Respublika dövründədir, imperiya dövründə deyil. A olanları da çıxıram 2-dən. Nə qaldı? Bəli. 1-də B, 2-də də B ilə C. Oktavianla münasibətimiz var idimi? Bəli. Hətta bizim Atropatena hökmdarı var idi, Ariobarzan, onu hakimiyyəti Oktavian gətirmişdi. Albaniya ilə Parfiyaya qarşı mübarizə eləyəcəklər, hə. Çünki Parfiya Atropatenanı tutandan sonra, bax bunu biz uşaqlarla işləmişik. Bilmirəm indi yadlarında qalıb yoxsa yox. 2 dənə məsələ demişdik. Bir, belə yazır bizə ki, cənubdan gələn təhlükəyə qarşı. 2-də yazır İmperator Tiberi.
Bu bərabərdir eyni şeyə. Bu proses Atropatenanın süqutundan sonra olur. İki cür çıxır qarşımıza ki, İmperator Tiberi Albanlı və İber Basilevsləri ilə əlaqə saxladı. Bir tərəfdən də yazır ki, Albaniya cənubdan gələn təhlükəyə qarşı Roma ilə yaxınlaşdı. Ha, bu odur. Adrian da ki, heç də bizim gözəl insan, gözəl hökmdar. 49. Baxırıq ki, bizə birinci belə şey verib, Euler Venn diaqramı verib. Ümumiyyətlə belə sual görəndə qorxmayın, sevinin. Bax, biz uşaqlara da deyirik, sevinmək lazımdır. Niyə sevinmək lazımdır? Çünki belə suallar sizin ən rahat yaza biləcəyiniz sual tipidir. Qorxmayın belə sualdan. Birinci diqqətli olun. Nə istəyir? Dördüncü hissəsinə, düzdürmü? Baxıram burada 4 hardadır? İşarələyirəm. 4 buradaymış. 4 nədir? Şirvanşahlarla Ağqoyunluların oxşarlığı. Yazıram bura ortaq. Şirvanla Ağqoyunluya ortaq nə ola bilər verilənlərdən? Nə ola bilər də? Bax, iki dənə hülakü yazıb. Birdə də hülakü yazıb, ikidə də, dörddə də hülakü yazıb. Ay balam, Ağqoyunlu hülakü görüb. Ağqoyunlu yazın yaranacaq 15-ci əsrdə, hülakü süqut eləyəcək 14-cü əsrdə. Nə əlaqə? Bir olanları da çıxıram, dörd olanları da çıxıram. Qaldım 3 doğrudur. 16-cı əsrdə hər ikisi 16-da süqut eləyib. Biri 1538-də, biri də 1503-də. Bunu tapdım zaten. 3-ün yanına nə qoyum? 2 Səfəvi dövlətinin qoşunlarına məğlub olması, ya Teymuri dövləti ilə mübarizə aparılması. Nə qoyaq biz bura? Hə? Deyəsən sual səhvdir. Sual səhvdir. Sual səhvdir. Bir dənə də baxın. Sual səhvdir. Çünki hə, yox, yox, sual səhv deyil. Anlıq belə beynim getdi. Sual səhv deyil. Nəyə görə sual səhv deyil? Burada artıq Euler-Venn diaqramına ümumi baxmalıyıq. Anlıq bir beynim getdi. Əsəbləşdim ki, bunlar yenə mi səhv sual salıblar? Yox. Nəyə getdi beynim? Tək bu ikisinə baxmağa. Tək deyil. Qaraqoyunlu da var burada. Qaraqoyunlu. Teymuri dövləti ilə mübarizə bu adamların üçünün də oxşarlığıdır. Qaraqoyunlunun da oxşarlığıdır, Şirvanın da oxşarlığıdır, Ağqoyunlunun da oxşarlığı. Ona görə 5-i çıxıram, qalır 2 ilə 3. Bax, belə bir sual hardasa o gün, neçənci, üçüncü gün biz dərsdə uşaqlarla dimdə baxdıq. Eyni bax bu tip sual idi. Səhv eləmirəmsə, Şəddadi, Şirvanşah, Rəvvadi, bax bunlara aid bir sual idi. Bax, eyni tip sualdır. Görürsünüz, biz burada artıq ümumi baxmalıyıq ki, həm Qaraqoyunlu, həm Şirvan, həm də Ağqoyunlu. Görürsünüz, anlıq məni də çaşdırmağa çalışdı. Bu getdi. Sonra 50. Bu tip sual dində var. İbtidai icma bölməsində. Orada səhv eləmirəmsə bu zeyir verib, damcılı verib, nəsə belə bir şey verib. Burada da zar yazıb, Kamil Təpə yazıb, Baba Dərviş yazıb və sizdən istənən bunlar ardıcıllıqla qurmaqdır. Zar hardadır? Kəlbəcərdə. Kamil Təpə hardadır? Ağcabədidə. Baba Dərviş hardadır? Qazaxda. Bax, Kəlbəcər deyirik ki, Azərbaycanda Ermənistana bir çıxıntısı olan rayondur. Çıxıntı, hanı çıxıntı? Buradadır. Deməli, iki haradır Kəlbəcər? Qazax yuxarıdadır, qərbdə, Gürcüstan tərəfdə. 4-dür bu. Hı, hə, 4. Qazax nədir? Kamil Təpəyə baxırıq birinci. Kamil Təpə Ağcabədidədir, yəni 3-də. Və bunların hamısı ibtidai icmada xəritə olaraq din testində var. 3, Qazaxdakı 4-də. Deməli 2, 3, 4. Hanı o var? B variantında. Bu da belə. Sonra gəldik növbəti 51. Göstərilərin heç birinin aid olmadığı türk dövlətidir. Bu da bir sual tipimizdə işləmişik bu suallardan da. Aid olmadığı görək nə? Pişina. Pişina harda var? Göytürklərdə. Göytürklərin varisi kimdir? Xəzərlər. Müəyyən müddət Sasani dövləti ilə müharibə aparmışdır. Axund aparıb, Göytürklər də aparıb getdi. 10-cu əsrdə süqut etmişdi, Salarilər getdi. Qəznəlilərə aid məlumat var, yoxdur. Yazsaydı ki, 10-cu əsrdə yaranmışdır, nə bilim, Samanilərlə mübarizə aparmışdır, Hindistana yürüş etmişdir, sonra nə bilim, Səlcuqlarla mübarizə aparmışdı, Qurlularla mübarizə aparmışdı, 12-ci əsrdə süqut etmişdi. Hə, bunlar Qəznəlilərə aid olardı, amma yoxdur, doğru cavabım oldu bu. Sonra 52 konfranslar, konfranslar. Deməli, Lokarno, Almaniya və Rusiya yox.
Almaniya və Rusiya yox. Almaniya ilə Rusiyanın sərhədi yoxdur. Almaniya, Fransa və Belçika. Çünki 1923-cü ildə Ruhr avantyurası oldu. 2 ildən sonra Lokarno konfransı keçirildi və bunların sərhədləri toxunulmazlığı təminat altına alındı. Yalta. Baxın, Yalta konfransı keçiriləndə 45-ci ilin fevralında hələ Almaniya təslim olmayıb. Ona görə beynəlxalq hərbi tribunal yaradıla bilməz. Bu tribunal ona görə yaradıblar ki, faşist canilərini mühakimə edəcəklər. Qoy Almaniya süqut eləsin. Almaniya müharibədən çıxsın. Bu Potsdam konfransındadır. Getdi. Münhen, Sudet, bəli. 1938. Sakitləşdirmə. Streza, Avstriya, bəli. 3-lə 4. D variantı. Gəldik 53-ə. Teymuri hökmdarı Şahrux. Əmir Teymurdan fərqli olaraq. Bax, düşünə bilərsiniz ki, axı, ay, mən Şahruxu yadda saxlamamışam. Şahrux mənim yadımdan çıxıb, Şahruxu niyə yadda saxlayım? Əmir Teymura bax. Ən dəqiq bildiyimiz şey Əmir Teymurdur. Bax Əmir Teymura. Gör Əmir Teymur neyniyib? Əmir Teymura dəqiq bildiyimiz nə var? Əmir Teymur Osmanlı ilə normal diplomatik münasibətlər yaradıb. İsla. Deməli, sənin doğru cavablarından biri 3 ola bilər. Amma hələ götürmə, tələsmə. Əmir Teymur Azərbaycana yürüş eləyib, bəli, edib. Deməli, bu əsla sənin doğru cavabın ola bilməz. Bu oxşarlıqdır. İkisi də gəliblər. Əmir Teymur Şirvanla ittifaq yaradıb, bəli, yaradıb. Bunlar Əmir Teymura aiddir. Eyni şəkildə Şahruxa da aiddir. Oxşarlıqdır bunlar. Paytaxt dəyişdirib, dəyişdirib. Osmanlı ilə normal əlaqə qurub, qurub. 1-lə 3. 54. Xronoloji ardıcıllıq. Xanlıqlara aid bir xronoloji ardıcıllığımız. Bakı 1767 Nicat diplomatiyası. Əfşar 1736 Nadir Şah Əfşar Muğan Qurultayı. Məhəmməd Həsən xan Qacar. Bunu bilirsiniz bura niyə qoyublar deyəcəm sizə 1757. Bunu bura qoyublar sizi çaşdırmaq üçün xronoloji ardıcıllıqda. Gəncədəki 1752-dədir mənə zəng gəlir. Okey. Deməli, 1752-ci ildədir. Baxaq indi bu üçü bizə niyə qoyublar? Birinci ümumi düzey bunu, deməli 2-dir, 4-dür, 3-dür, bir də 1-dir. Bunu ora görə qoyublar ki, siz burada Qacar görən kimi ağlınız getsin Ağa Məhəmməd Qacara, ya bura 1795 yazasınız, ya da 1797 yazasınız, avtomatik səhv ola. Bunu ona görə qoyublar. Bu da getdi. Sonra gəldi 55'e. 19'un ikinci yarısı konstitusiya. 19'un ikinci yarısında konstitusiya ümumiyyətlə dünya dövlətlərində 3 yerdə qəbul edilir. Osmanlı 1876, Almanya 1871 və Yaponiya 1889. Bu da mix sualıdır. Osmanlı 1876, Almanya 1871, Yaponiyada 1889. Baxıram bu xəritə Avropa xəritəsidir. Yaponiya yoxdur, burada çıxdı. 3 Almanya, 4-dəki Osmanlı. Yəni burada xəritələrin belə verilməyinə baxmayın, imtahanda rəngsiz olacaq. Burada rəngli verirlər, amma imtahanda rəngsiz olacaq. Deməli, doğru cavab nə oldu? 3-dən 4. Sonra 56. Mənim uşaqlarım bu sualı görəcəksə bir şey demişdim, onu xatırlamış olacaqlar. Nə demişdim? Xosrov bəy Sultanov 1 deyil. 4-cü Dövlət Duması Məmməd Yusif Cəfərovdur, getdi. Bəli, ilk hərbi nazirimizdir Xosrov bəy Sultanov. 3 yenə aiddir Məmməd Yusif Cəfərova. Çıxdıq. Qarabağ general qubernatorluğu olub. Bəli, çıxdı. Parlamentimizin sədri isə Topçu Başovdur. 2 ilə 4. Sonra uyğunluğu müəyyən edək. Osmanlılar məğlub oldular. Bayandurlulara 2 dənə döyüşdə məğlub olublar. Qoyluhisarla Malatya. Hanı Malatya? Malatya buradadır, Qoyluhisar yoxdur. Birə B yazılır. Səfəvilərə isə məğlub olublar. Bu döyüşlərdən Ankaranın ümumiyyətlə aidiyyatı yoxdur. Malatyanı tutdum. Belə Ağqoyunluya aiddir, getdi. Buğurt döyüşü 1554, bəli, Süleymanın 4-cü yürüşü və Həmədan yaxınlığındakı döyüş 1535, bəli, C ilə D. Sonra gəldik nəyə? Sular getdi. Gəldik situasiya. Düzü, bu situasiyanı mən qəbulda gözləyirdim. Qəbul üçün nəzərdə tutmuşdum bu situasiyanı, amma sınaqda istifadə edildi. Deməli, kimlərsə mənim kimi düşünüblər, amma sınağa salıblar. Ona görə qəbul üçün artıq başqa şeylər fikirləşməliyik bu mövzulardan.
Nəsə soyuq müharibə, SSRİ, nə Əfqanıstan dili belə şeylərdən danışır. 58-də nə deyir? Cədvəlin hər sətrinə dair mənbədə verilməyən bir nümunə yazın. Okay. İkinci abzasda bəhs edilən gərginləşmənin digər səbəbi. Nədir ikinci abzas? İkinci abzas buradan başlayır. SSRİ-nin Əfqanıstana qoşun göndərməsi. Ümumiyyətlə, soyuq müharibədə 70-ci illərdə hələ ki mülayimləşmə dövrüdür, yumşalma dövrüdür. Amma 1979-cu ildə SSRİ bir Əfqanıstana qoşun göndərir. Bu İkincisi də ki, SSRİ Avropada orta mənzilli raketlər, nüvə başlıqları yerləşdirir. İkinci də budur. Deməli, Əfqanıstan məsələsini burada yazır. Mən ikinciyə nə yazmalıyam? Avropada raketlər, hətta Şərqi Avropa qeyd etsəz daha doğrudur. Bu getdi. Üçüncüdə, üçüncü abzasda adı çəkilmiş dövlətin hərbi müdaxiləyə qarşı atdığı addım. Üçüncü abzasımız budur. Adı çəkilən dövlətimiz ABŞ-dir. ABŞ neyinib müharibə bu söhbətdən sonra? Deyir ki, 79-cu ildə SSRİ Əfqanistana qoşun yeridir və nəticədə SSRİ-yə qarşı embargolar tətbiq edilir. İqtisadi embargolar. Bir də Moskvada olan 1980-ci il Olimpiya oyunları boykot edilir. Bunlardan ikisindən birini yaza bilərsiniz. Bu getdi 28. 29. İkinci abzasda altından xətt çəkilmiş ifadə. Soyuq müharibənin yeni mərhələsi, SSRİ-nin Əfqanistana qoşunu yeritməsi, son tutaşma. Son tutaşma. O belə. Burada da nə deyir? Birinci abzasda bəhs edilən hərbi müdaxilənin əsas məqsədi, birinci abzasda da qeyd edilən SSRİ-nin Əfqanistana hücumudur. Bunlar niyə SSRİ olaraq Əfqanistana hücum edirlər? Çünki ABŞ Əfqanistanda siyasi İslamçılığı yaymaq istəyirdi. Və SSRİ kommunistdir. Kommunistlər Allahsızdılar, dinsizdirlər. Onlar bu İslamçılığın öz ərazilərinə təsir etməsini istəmirdilər. Yəni SSRİ Əfqanistanda ABŞ tərəfindən yayılan siyasi İslamçılığın, hətta çox pis fikir verməyin, öz ərazilərinə keçməsinin qarşısını almaq istəyirdi. Bu qədər. Ümid edirəm faydalı olar. Qeyd elədiyim hər şeyi diqqətlə yadda saxlayın. Sonra da girin digər testlərin üzərində bunu tətbiq edin. Bu qədər. Sağ olun.